Azərbaycan qadını tarixən mərdliyi, müjdişliyi və cəsarəti ilə seçilib. Qadınlarımız hər zaman ərlərinə, oğullarına, atalarına dayaq olub, onların çətin günlərində çıxış yolu tapmaqda kömək edirlər. Təkcə Azərbaycanda deyil, bütün şərqdə adını ilk diplomat xanım kimi yazdıran Sara Xatun da belə xanımlarımızdandır. Sara Xatun böyük ağıl, mərdlik sahibi olmuşdur. O, Ağqoyunlu dövlətinin idarə olunmasında da yaxından iştirak etmişdir. Sara Xatunun adı əslində Saray Xatun olmuşdur. Lakin artıq Azərbaycan dilində yazılış Sara Xatun kimi yazılır. Sara Xatun 1465-ci ildə vəfat etdiyi güman edilir. Xurşudbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan, Nizami, Füzuli və Kinəbai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edir və onların yaradıcılıqlarından bəhrələnirdi. O təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxartmışdır. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər Şuşaya su çəkdirmişdir. Onun çəkdirdiyi bulaq Xanqızı bulağı adı ilə məşhur idi. Zərifə Əliyeva Azərbaycan tibb sahəsinin elmində böyük xidmətləri olan görkəmli akademik və maarifçi qadınlardan biridir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı olmuşdur. Zərifə Əliyeva tibb sahəsində geniş araşdırmalar apararaq göz xəstəliyinin müalicəsi üçün mühüm elmi nəticələr əldə etmişdir. Alimlik yanaşı Zərifə Əliyeva maarifçi qadınlar fəaliyyəti ilə də seçilmişdir. Onun yazdığı kitablar və məqalələr bu gün də tibb sahəsində mühüm əhəmiyyət kəsb edir. Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Şərbəcər rayonunda anadan. Hökümə Əliyeva Veysel adına 30 nömrəli məşqi məktəbini bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Təhsili magistr və doktorantura pillələrində davam etdirilən hökümə 2016-cı ildə etibarən Azərbaycan hava yollarında işləməyə başlamışdır. 33 yaşlı Hökümə Əliyeva sosial şəbəkələrdə yayılan təyyarə görüntülərində son ana qədər sərnişinlərə təlimat verib və onlara hər gün yaxşı olacaq deyərək təmkinli olmağa səsləyib. Azalın sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olunmuş bələdçi Hökümə Əliyeva 2-ci fəxri xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı əsasında Azərbaycan Milli Qəhrəmanlığı adına layiq görülmüşdür. Şəvqə Axundova. O şərqdə ilk opera yazan bəstəkar qadın olmuşdur. Azərbaycan xalq artisti Şəvqə Axundova 1972-ci ildə Gəlin Qayası operasını yazmaqla şərqin ilk opera yazan bəstəkar qadın olmuşdur. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnılar və romanslar xalq tərəfindən çox sevilir. Şəvqə Axundova 21 yanvar 1924-cü ildə Buxara şəhərində anadan olmuşdur. 26 iyul 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sinif yoldaşlarım Azərbaycanın məşhur qadınları haqqında məlumat verdilər. Mən də istəyirəm ki, ən gözə ada layiq olan Azərbaycanın qəhrəman və fədakar qadınlarını, əziz ana və bacılarımızı, hər zaman bizim qayğımızı çəkən, bizi elmin bütün sirlərini öyrədən, zəhmətkeş müəllimlərimizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.